Hər kəs salamlayıram. Səhər saat 8-dir. Təsəvvürüm başıma belə bir şey gəlib. Axşam evə gəlmişəm və taksi proqramı bağlamamışam. Səhər saat 6-da görürüm ki, taksidən zakaz gəlir. Tez yuxudan durdum, baxdım ki, gördüm $68 zakaz gəlib. Svoliş 25 mil. Zakazı götürdüm, karoçi. Gəldim klientin yanına. Gördüm aeroporta gedir. Apardım, çatdırdım klienti, deməli aeroporta $68. Və üstəcəl müştəri mənə təsəvvür edin $68-da gözləyin bu məndir. Təsəvvür edin, müştəri üstəcəl $68-da zakaz verdi. Oldu zakaz $137. Bax, səhər saat 6:50-də götürdüyüm zakaz 22 mil yol aparmışam, 27 dəqiqə $68 tip. Bu da o deməkdir ki, mən 28 dəqiqəyə $137 pul qazanmışam. 28 dəqiqəyə $137. Heç də gedim yatım da hər şey səhər əleyhində açılıb. Sizə də uğurlar. Siz 28 dəqiqə ən çox nə qədər pul qazanmışsınız? Xahiş edirəm, hamı şərhlərdə yazsın. Özünüzə yaxşı baxın. Uşaqlar, takip atıb, bəlkə bir də məni görmədiniz. Mən burada yalnız düzləri danışıram. Amerika, Avropa, Kanadaya gəlmək istəyənlər də keçsinlər biyomdakı linkə və viza alsınlar özlərinə. Öpürəm, bye bye.